Salam əziz izləyicilər, mən Fərmin Hüseynzadə. Bugün sizə sertifikasiya ibtidai sinif ixtisası imtahanında qarşınıza çıxa biləcək bir neçə testin izahını eləyəcəyəm. Videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Bu ilin, yəni 2026-cı ilin sentyabr ayından etibarən artıq dərs qruplarımız açılır. Ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu nömrəyə yazın və ətraflı məlumatı mən sizə təqdim edəcəyəm. Əvvəlcədən deyim ki, bu qruplara sıfırdan hazırlaşmaq istəyənlər qoşulmalıdır, qoşula bilərlər. İndi isə başlayaq izahımıza. Birinci sualda bizdən soruşur ki, cərgələrin birində eyni səs müxtəlif hərflərlə işarə olunmuşdur. Eyni səs müxtəlif hərflərlə işarə olunmalıdır. Əziz müəllimlər, bu tipli test tapşırığını yerinə yetirmək üçün mütləq şəkildə variantlarda verilmiş sözlərin hər birinin düzgün tələffüzü, yəni transkripsiyası qeyd olunmalıdır. A variantında içki və bitki sözləri qeyd olunubdur. Bunların düzgün tələffüzü iç, C formasındadır, Ç əvəzlənməsi baş verir. İkinci sözümüz isə bit, C formasına keçmiş olur. Diqqət yetirdinizsə, eyni hərf, eyni hərflər eyni səsləri ifadə elədir. Yəni, ikisi də eyni səsdir. İkisi də eyni hərfdir. Bizə lazımdır ki, eyni səs müxtəlif hərflərlə işarə olunsun. Eyni səs eyni hərflərlə işarə olunubdur. Deməli, A variantı doğru cavab ola bilməz. Eyni zamanda burada I saitini də görürük ki, həmin I saitləri də elə olduğu kimi tələffüz olunur. Digər illərdə həmçinin elə olduğu kimi tələffüz olunubdur. Yəni, eyni səs eyni hərflərlə işarə olunubdur. Ona görə A variantı doğru cavab ola bilməz. Keçək B variantına. B variantında rəftar və mədə sözləri qeyd olunubdur. Rəftar sözünün düzgün tələffüzü rəfdar formasındadır. Yəni, T-dı əvəzlənməsi baş verir. İkinci sözümüz mədə sözüdür. Mədə sözündə ə saiti uzanır və mədə formasında tələffüz olunur. Burada eyni səs var. Biri D-dır, digəri də D-dır. Düzdürmü? Bu iki D eyni səsdir. Yəni, ikisi də D-dır. Onlardan biri T ilə, digəri isə D ilə, yəni müxtəlif hərflərlə işarə olunubdur. Deməli, eyni səslər müxtəlif hərflərlə işarə olunubdur. Doğru cavab olur B variantı. Burada deyə bilərsiniz ki, ə hərfi, yəni ə saiti də var da, yəni onlar eyni səslərdir və eyni hərflərlə işarə olunubdur. Bəli, bu belədir. Lakin şərtə uyğun digər samitlərimiz var ki, onlar da budur. Yəni, D eyni səslərdir, T və D müxtəlif hərflərlə işarə olunubdur. Yəni, şərtə uyğundur. İndi isə baxırıq C variantına. C variantında qeyd olunub ki, uzun və yaz sözləri. C variantında uzun və yaz sözləri verilibdir. Uzun sözünün düzgün tələffüzü uzun formasındadır. Yaz sözü də yaz formasında tələffüz olunur. Burada Z samitləri elə Z hərfləri ilə işarə olunubdur. Yəni, eyni səslər eyni hərflərlə işarə olunubdur. Ona görə bu variant bizim doğru cavab ola bilmir. Kənd və küçə sözlərinə gəlincə, kənd sözü kənd formasında tələffüz olunur. Küçə sözü də elə küçə formasında tələffüz olunur. Burada Ç eyni səslər eyni hərflərlə işarə olunubdur. Demək ki, şərtə uyğun deyil. Ona görə D variantında çıxırıq. Təbii ki, ə və ə də var burada. Onlar da eyni hərflərlə işarə olunubdur. Ona görə D variantı şərtə uyğun deyil. Var və yar sözləri, bu sözlərin düzgün tələffüzü elə var və yar formasındadır. 2A səsi elə 2A formasındadır. Yəni, eyni səslər eyni hərflərlə işarə olunubdur. R eyni səslər, yenə R eyni hərflərlə işarə olunubdur. Bizə lazımdır ki, eyni səs müxtəlif hərflərlə işarə olunsun. Bunun üçün də bu şərtə uyğun deyil, bunu da çıxırıq. Bu tipli test tapşırıqlarını yerinə yetirməkdən ötürü verilmiş sözlərin düzgün tələffüzü mütləq şəkildə qeyd olunmalıdır. Nəyə görə? Çünki variantlarda ilk baxışdan biz burada T-ni görüb deyə bilərdik ki, yəni rəftar sözünü bəzən rəftar formasında tələffüz edənlər ola bilər ki, deyə bilər ki, müxtəlif səslər müxtəlif hərflərlə işarə olunub və bu da şərtə uyğun gəlmir.
Yəni deyib bu variantı keçə bilərlər. Ona görə mənim sizə tövsiyəm, yəni imtahanda da vaxt itməsin deyə, imtahanda da vaxtınız getməsin deyə mütləq şəkildə bu sözlərin düzgün tələffüzünü qeyd eləyin ki, yəni həm vaxtınız yetməsin, həm də testi düzgün şəkildə cavablandırın. Deyə bilərsiniz ki, sözün düzgün tələffüzünü yazarkən vaxtımız gedir. Əsas odur ki, testin həll etmə formasını düzgün eləyirsiniz və nəticədə düzgün varianta gələcəksiniz və vaxtınız yetməyəcək. Yox, bu formada eləməyəndə artıq variantlar üzərində, yəni düzgün tələffüzlər yox, düzgün yazılışlar üzərində hər hansı bir təhlil apararkən, hansısa bir səhv baş verəndə yenidən qayıdıb yenidən variant axtarırsınız. Bu da artıq vaxt itkisinə gətirib çıxarır. İndi isə baxırıq 2 nömrəli test tapşırığına. İxtira sözünün səs tərkibi ilə bağlı hansı fikir səhvdir? Səs tərkibi dediyinə görə bu fonetik təhlil ilə bağlıdır. Fonetik təhlili yerinə yetirmək üçün verilmiş sözün düzgün tələffüzü qeyd olunmalıdır. İxtira sözünün düzgün tələffüzü ixtira formasındadır. Yəni, t-d əvəzlənməsi baş verdi. Bir fərqli məqam vardı. Gəlin o variantına baxaq. Bizə səhv fikir lazımdır. Yazılışı və tələffüzü arasında bir fərqli məqam var. Bəli, burada t-d əvəzlənməsi baş verib, yəni səs dəyişməsi hadisəsi baş verib. Bilirik ki, fərqli məqam nədir? Fərqli məqam səs dəyişməsidir, səs düşümüdür, səs artımıdır. Bunlar fərqli məqamdır. Səs uzanması isə fərqli məqam hesab olunmur. Burada ümumiyyətlə səs uzanması yoxdur. Yazılışı və tələffüzü arasında bir fərqli məqam var. Bu fikir doğrudur. Bizə səhv fikir lazımdır. Ona görə bu variantı çıxırıq. Sözdə 2 kar, 1 zingiltili samit var. Mütləq şəkildə bir mənalı formada yadınızda qalsın ki, kar və zingiltili samitləri axtaran zaman sözün düzgün yazılışına yox, düzgün tələffüzünə fokuslanmalıyıq. Gəlin baxaq. D zingiltilidir, R zingiltilidir, X isə kar samitdir. 2 kar 1 zingiltili qeyd olunub. Halbuki 2 zingiltili 1 kar olmalıydı. Bu fikir yanlışdır. Doğru cavab B variantıdır. Sözdə 2 qapalı 1 açıq sait var. Qapalı saitləri, açıq saitləri və ümumiyyətlə saitlərlə bağlı hər hansı məsələləri, söhbət düzgün tələffüzə aid olanlardan gedir. Yəni, ahəng qanunu ilə bağlı məsələni düzgün tələffüzdə yox, düzgün yazılışda axtarmalıyıq. Və yaxud da saitlə bağlı digər bir məsələ var ki, vurğu. Vurğunu da düzgün yazılışda axtarmalıyıq. Lakin qapalı, açıq, dodaqlanan, dodaqlanmayan tipli məsələləri mütləq şəkildə sözün düzgün tələffüzü üzərində aparmalıyıq. 2 qapalı i və i qapalı saitlərdir. 1 açıq, a saiti isə açıq saitdir. Yəqin ki, açıq və qapalı saitləri tanıyırsınız. Qapalı saitlər I, I, U, Ü. Açıq saitlər isə yerdə qalan, yəni o 9 saitdən digərləri yerdə qalanlardır. A, Ə, O, Ö, E saitləri də açıq saitlərdir. Bu fikir də doğrudur. Ona görə bunu da çıxıram. Ahəng qanununa tabe deyil. Sözdə 2 incə, 1 qalın sait var. Sözdə də qalın və incə sait olanda həmin söz ahəng qanununa tabe olmur. Bu fikir də doğrudur. Vurğusu sonuncu hecanın üzərindədir. Gəlin baxaq. İxtira demirik ki, ixtira demirik ki, ixtira vurğu gəlib düşür A saitinin üzərinə. Demək ki, vurğu sonuncu saitin üzərindədir. Cümlə daxilində baxaq. İxtira etdim demirik ki, mən bir ixtira etdim. Və yaxud da mən bir ixtira etdim demirik. Mən bir ixtira etdim. İxtira etdim. Düzdürmü? Vurğu gəlir sona. Bu fikir də doğrudur. Yanlış cavab B variantıdır. İndi isə keçək 3 nömrəli test tapşırığına. Aşağıdakı hansı cümlədə mənsubiyyət şəkilçili söz var? A variantına baxırıq. A variantında o evi bu il təmir edəcək. Deməli, burada mənsubiyyət hesab olunacaq bir söz var. O da evi sözüdür. Yəni, orada ini mənsubiyyət hesab edə bilərsiniz ki, bu da təsirlik hal şəkilçisidir. Təsirlik hal. Nəyə görə? Baxın, biz qeyd etmişik ki, mənsubiyyət şəkilçili hesab etdiyimiz sözün əvvəlinə onun və yaxud da öz əvəzliyini artırmaqla, yəni yəlik hallı əvəzlik və yaxud da öz əvəzliyini artırmaqla onun mənsubiyyət şəkilçisi olub-olmadığını müəyyən etmək olur. Artıra biliriksə mənsubiyyətdir, artıra bilmiriksə bu mənsubiyyət deyil. Gəlin baxaq. O, öz evi bu il təmir edəcək. Deyə bilmirəm. O, onun evi bu il təmir edəcək. Yenə deyə bilmirəm. Demək ki, bu mənsubiyyət şəkilçisi yox,
təsirlik hal şəkilçisidir. Və bəzən bunu qaydasından istifadə edirlər. Yəni bunu verilən sözü silib onun yerinə bunu qoya biliriksə o təsirlik hal şəkilçisidir. Gəlin baxaq. O bunu bu il təmir edəcək. Bunu bu il təmir edəcək. Bəli, deyə bilirik. Bu təsirlik haldır. Lakin mənə görə bunu sözü hər yerdə özünü doğrultmur. Ona görə bundan daha çox istifadə etməyin, daha çox istifadə edin onun və öz sözlərindən. Əvvəlinə onun və öz əvəzliklərini, yərlik hallı sözü qoya bilirsinizsə, onda mənsubiyyət şəkilçisidir. Demək, gəlin B variantına baxaq. Uşaqların razılığı olmadan qərar qəbul etməyək. Uşaqların razılığı, baxın, yiyəlik hal şəkilçisi və özündən sonra mənsubiyyət şəkilçisi tələb eləyir. Uşaqların razılığı. Üçüncü növ təyinli söz birləşməsi, başqa sözlə desək, mənsubiyyət şəkilçili söz özündən əvvəl yiyəlik hallı söz tələb eləyir, yiyəlik hallı söz də özündən sonra mənsubiyyət şəkilçili söz. Uşaqların razılığı demək ki, orada oldu I mənsubiyyət şəkilçisi. Gəlin öz artıraq. Öz razılığı olmadan qərar qəbul etməyək. Onun razılığı olmadan qərar qəbul etməyək deyə bilirəm. Demək ki, burada olan nədir? Mənsubiyyət şəkilçisidir. Demək ki, doğru cavab B variantıdır. Şagird narahat olanda onu anlamaq lazımdır. Kimi onu təsirlik hal şəkilçisidir. Ona görə bunu da çıxıram. Və yaxud da deyə bilərsiniz ki, öz onu anlamaq lazımdır, onun onu anlamaq lazımdır deyə bilmirsiniz ki, demək ki, mənsubiyyət şəkilçili söz deyil. Demək, bu variantı da çıxdıq. Səni çoxdan axtarırdım. Və burada öz səni çoxdan axtarırdım deyə bilmirəm, onun səni çoxdan axtarırdım deyə bilmirəm. Amma gəlin baxaq, bunu qoya bilirəmsə təsirlik haldır. Bunu çoxdan axtarırdım deyə bildim. Demək ki, təsirlik hal şəkilçisidir bu. Bu variantı da çıxıram. Mənə mənsubiyyət şəkilçili söz lazımdır. İndi bu sözlə də bağlı bir məsələni qeyd edəcəyəm. Sağlamlığı qorumaq lazımdır. Sağlamlığı, gəlin bunun yerinə bunu qoyaq. Bunu qorumaq lazımdır deyə bilirəm. Demək ki, təsirlik hal şəkilçisidir. Öz sağlamlığı qorumaq lazımdır. Onun sağlamlığı qorumaq lazımdır deyə bilmirəm. Düzdürmü? Deyə bilərsiniz ki, onun sağlamlığını özünüzdən hansısa bir n şəkilçisini ora artıra bilməzsiniz. Yəni, mənsubiyyəti müəyyən edən zaman mənsubiyyət şəkilçili hesab etdiyiniz sözün əvvəlinə onun artıran da həmin o onun sözündən sonra, onun artıran da həmin o onun sözündən sonra gələn sözə hansısa bir şəkilçini özünüzdən əlavə eləyə bilməzsiniz. Söz cümlə daxilində necə verilibsə elə o formada eləməlisiniz. Onun sağlamlığı qorumaq lazımdır deyə bilmirəm. Demək ki, o orada təsirlik hal şəkilçisidir. Ona görə bu variantı da çıxırıq. Həmçinin A variantında çıxırıq. Doğru cavab olur B variantı. Sonra burada sözə baxırıq. İndi deyə bilərsiniz ki, söz nədir? Aşağıdakı hansı cümlədə mənsubiyyət şəkilçili isim var və yaxud da mənsubiyyət şəkilçili sifət var. Yəni, bu başlıq altında da qarşınıza test nümunəsi çıxa bilər. Məsələn, deyək ki, sifəti soruşmur, yazıb isim var. Düzdürmü? Mənsubiyyət şəkilçili isim var. A variantında da bilərəkdən mənsubiyyət şəkilçili sifət verib. Adətən bu test nümunəsini təhlil edən zaman imtahan həyəcanından müəllim mənsubiyyət şəkilçili söz axtarır və nəticədə mənsubiyyət şəkilçili sifəti görəndə də A variantını vurur. Ona görə diqqətli olmaq lazımdır ki, mənsubiyyət şəkilçili isim dedikdə mənsubiyyət şəkilçili isim axtarmaq lazımdır. Ola bilər ki, variantların hər birində mənsubiyyət şəkilçili söz var, amma biri sifətdir, biri əvəzlikdir. Yəni, müxtəlif nitq hissələridir. Əsas məsələ nədir? Soruşulan. Soruşulan əgər isimsə isim axtarmaq lazımdır. Yox, sifətdirsə o zaman sifət axtarmaq lazımdır. Yəni, bilirsiniz ki, mənsubiyyət şəkilçisinin yalnız isim yox, digər əsas nitq hissələrinə, məsələn, sifət, əvəzlik də qəbul edə bilir. Keçək 4 nömrəli test tapşırığına. Dünən o, misalın həlli üçün səfərə müraciət etmişdi. Nümunəsində tamamlıq vəzifəsində işlənən sözü müəyyən edin. Tamamlıq vəzifəsində işlənən sözü müəyyən etmək üçün verilmiş cümləni sintaktik təhlil etmək lazımdır. Gəlin eləyək. Müraciət etmişdi, birlikdə gedir. Müraciət etmişdi. Kim? O.
mübtəda vəzifəsindədir və özündən sonra vergül işarəsi gəlibdir. Yəni odan sonra vergül işarəsi qoyulursa, o kim sualına cavab verirsə mübtəda vəzifəsindədir. Müraciət etmişdi kim, o, nə zaman? Dünən zərfliyin sualına cavab verdi. Yəni zərflikdir. Daha sonra kimə tamamlığın sualıdır? Səfərə. Nə üçün? Misalın həlli üçün də cümlənin yenə zərfliyidir. Bizə tamamlıq lazımdır. Tamamlıq da səfərə sözüdür. Səfərə burada tamamlıq vəzifəsində işlənibdir. Doğru cavab C variantıdır. Etmişdi nə müraciət, yəni bu formada parçalayırsınızsa bu düzgün deyil. Müraciət etmək birlikdə bir sözdür. Müraciət etmişdi cümlənin xəbəridir. Gəlin digər cümlə üzvlərini ondan belə deyək də əlaqələndirək. O müraciət etmişdi deyə bilirəm. Səfərə müraciət etmişdi deyə bilirəm. Misalın həlli üçün müraciət etmişdi deyə bilirəm. Dünən müraciət etmişdi deyə bilirəm. Müstəqil cümlə üzvü, baxın bu sözlərin müstəqil cümlə üzvü olması üçün onların xəbərlə əlaqəyə girməsi vacib şərtdir. Fikir verdinizsə xəbərlə də əlaqələndirdim və burada demək səfərə sözü tamamlıq vəzifəsində işlənibdir. Keçək 5 nömrəli test tapşırığına. Hallanarkən sözlərdən hansında bitişdirici samitlərdən istifadə olunur? Burada kiçik bir nüans var, incə bir məqam var. Hansıdır o? Bitişdirici samitdən biz nə zaman istifadə edirik? Bitişdirici samitdən o zaman istifadə olunur ki, söz saitlə bitsin, şəkilsi də saitlə başlasın. Demək ki, deməli söz samitlə bitsə, mən o sözləri sıradan çıxartmalıyam. Çünki samitlə bitən sözdə bitişdirici samit bizə lazım olmayacaq. Samitlə bitir, bunu çıxıram. Samitlə bitir, bunu da çıxıram. Samitlə bitir, bunu da çıxıram, samitlə bitir, bunu da çıxıram. Demək, biri 2-dir, digəri 4-dür, digəri 5-dir, digəri də 7-dir. Gəlin baxaq. Mən deyirəm ki, məsələn, arzu, birdə gönüllük hal şəkilçisi anı artırıram, olur arzuya. Baxın, söz saitlə bitir, şəkilçi saitlə başlayır, onları y bitişdiricisi birləşdirir. Və yaxud da burada çeşmə sözünü götürək. Çeşməyə. Baxın, yönlük hal şəkilçisi söz saitlə bitir, y bitişdiricisi oldu. Və yaxud da deyirəm ki, çeşmənin. Çeşmənin. Yəlik hal şəkilçisi söz saitlə bitir, yəlik hal şəkilçisi saitlə başlayır. Onları birləşdirən n bitişdiricisidir. Və yaxud da götürürük, məsələn, tarla sözünü. Tarlaya. Görürsünüzmü? Saitlə bitir və şəkilçi də saitlə başlayır. Onları birləşdirən y bitişdiricisidir. Və yaxud da deyə bilərəm ki, məsələn, tarlanı təsirlik hal şəkilçisi. Söz saitlə bitir, şəkilçi saitlə başlayır, birləşdirən də n bitişdiricisidir. Yəni, müxtəlif hallarda biz bunu görə bilərik. İndi deyə bilərsiniz ki, tarlada və yaxud da tarladan. Bunda nəyə görə bitişdiricidən istifadə olunmadı? Baxın, samitlə başlayan şəkilçidir də, yəni bu hal şəkilçiləri çıxışlıq və yerlik hal şəkilçiləri. Və yaxud da deyək ki, çeşmədən. Burada da yenə də samitlə başlayan şəkilçi olduğuna görə bitişdirici samitdən istifadə olunmayıbdır. Şərtdə bizə demir ki, bütün hal şəkilçilərindən əvvəl bitişdirici samit tələb olunur. Bizə deyir ki, hansında bitişdirici samitdən istifadə olunur? Bunlarda istifadə olundu. Gəlin papaq sözünü götürək. Məsələn, samitlə bitən bir sözdür. Papağın. Yəlik hal şəkilçisi. Qığı əvəzlənməsi baş verdi. Bitişdirici samitlər y-ını, s-dır və digərləri də var. 2 dənə də var, amma onlar sizə lazım deyil. Söz sonunda q samiti q-ya o zaman keçir ki, özündən sonra saitlə başlayan şəkilçi gəlsin. Burada y-sı yoxdur ki, yəni bitişdirici samit yoxdur. Papaq sözüdür və ın yəlik hal şəkilçisidir. Demək ki, bitişdirici samitdən istifadə olunmadı. Və yaxud da pa-pa-ğı təsirlik hal şəkilçisi, bitişdirici samit yoxdur. Və yaxud da pa-pa-q-da yerlik hal şəkilçisi və bitişdirici samit yoxdur. Çıxışlıq halda da olmur, yəni digərlərində də olmur. Burada samitin dəyişməsini siz bitişdirici samit hesab edə bilməzsiniz. Q samiti bitişdirici samit deyil. Bitişdirici samitlər, baxın bunlar da y-ını, s. Və yaxud da bulaq sözünü götürək. Bulağa.
Görünük hal şəkilçisi artırdım. Bulaq sözüdür və A görünük hal şəkilçisi. Arasında bitişdirici samit yoxdur. Və yaxud da yazıram ki, bulağın. Bulaq sözü və ın arasında bitişdirici samit yoxdur. Demək, bu tipli test tapşırıqlarını da yerinə yetirmək üçün, yəni bitişdirici samitdən söhbət gedirsə, o zaman fikir verməlisiniz. Samitlə bitən sözlər sizin doğru cavab olmayacaq. Saitlə bitən sözlər sizin doğru cavab olacaq. Təbii ki, bunun üçün ən yaxşı variant nədir? Verilmiş sözləri ən azından 1-2, məsələn, yəlik, təsirlik, yönlük halda işlədin. Görün artırılırmı, artırılmırmı? Yəni, onunla da rahatlıqla müəyyən eləyə biləcəksiniz. Deməli, testin doğru cavabı oldu 2, 4, 5, 7. 2, 4, 5, 7 də C variantında var. Doğru cavab olur C variantı. Dəyərli müəllimlər, əziz müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Ən əsası nədir? Ən əsası isə təbii ki, kanalımıza abunə olmaqdır. Nə qədər abunə sayı artarsa, biz də bir o qədər çox sizə dəstək olmağa çalışacağıq. Son olaraq Instagram səhifəmizi qeyd edirəm. Fatih Akademiya. Bax, bu Instagram səhifəsini Instagramda axtararaq takip ata bilərsiniz, bizi izləyə bilərsiniz və oradan da müxtəlif məlumatlar paylaşılır, nəticələr paylaşılır, hər hansı bir elan olanda oradan paylaşılır. Daha sonra yaxın zamanlarda həmin səhifədən müxtəlif sertifikasiya məzmunlu test tapşırıqları da paylaşılacaq. Ona görə həmin səhifəni də mütləq şəkildə takip edin, yəni izləyin. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.